Bir gün Resulullah sallallahu aleyhi ve sellem Fatimə anamızdan radiyallahu anhadan soruşdu. Qadın üçün ən xeyirli olan şey nədir? O isə cavab verdi. Kişilərin onu görməməsi, onun da kişiləri görməməsi. Bu cavab Allah Resulü sallallahu aleyhi ve sellemin çox xoşuna gəlir. Və o deyir ki, Fatimə mənim bir parçamdır. Sübhanallah, bugün çox kişilər qadınlarının, qızlarının, bacılarının kraskalanıb, bəzənib, düzənib yola çıxmasına normal bir şey kimi baxırlar. Səhih hədisdə deyilir ki, dəyyus cənnətə girməyəcək. Dəyyus da namusuna qarşı qısqanclıq hissi olmayandır. Əziz bacı və qardaşlarım, xahiş edirəm böyük sahabə, eyni zamanda da Allah Resulü sallallahu aleyhi və səlləmin kürəkəni olan Osman bin Affanın sözlərinə diqqət edin. O ölmədən öncə zövcəsinə dedi ki, onların sənin saçının bir telini belə görməsindənsə, mənim bədənimi tikə-tikə doğramaları mənim üçün daha xeyirlidir. Sübhanallah qardaşlar, bugün biz ümmət-i Muhammed olaraq necə də uzağıq bu kimi ideal insani keyfiyyətlərdən. Rəbbim bizi islah etsin, ürəklərimizdə də qısqanclıq hissini oyatsın və öz dəyərlərimizə geri dönməyi nəsib etsin. Allahumma amin.